Bibi Heybət yolunda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bəs məhdudiyyət nə vaxtadək qüvvədə olacaq? Hazırda ərazidə vəziyyət necədir? Bu barədə ətraflı məlumatları birbaşa bağlantıda olan əməkdaşımız Lalə Allahverdiyeva bizə çatdıracaq. Lalə. Vaxtınız xeyir. Bəli, bugündən etibarən təmir bərpa işlərindən əlaqədar Bibi Heybət yolunda nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb. Bildirmək istəyirəm ki, məhdudiyyət aprelin 15-i səhər saat 7-yədək davam edəcək. Qeyd edeyim ki, bugün səhər saatlarından etibarən başlanılan təmir bərpa prosesi hazırda asfalt örtüyünün yenilənməsi ilə davam etdirilir. Bu müddət ərzində sürücülər alternativ olaraq köhnə salyan şosesindən istifadə edə biləcəklər. Hələlik bizim çatdıracaqlarımız bu qədərdir. Söz sizdədir. Təşəkkür edirəm sizə Lalə məlumatlarınız üçün. Əməkdaşımız Lalə Allahverdiyeva Bibi Heybət yolunda aparılan təmir bərpa işləri haqqında bizə birbaşa bağlantıda məlumatları çatdırırdı.